Bugün insanları bu qeybətdən çəkindirməyə çalışdığın zaman deyirsən ki, qeybət etmə. Deyir, olanı deyirəm onsuz da. Baxın, əslində olanı demək qeybətdir. Allah Resulü Aleyhisselatü Vesselam'ın təbiri ilə desək, olmayanı demək isə nədir? İftiradır. Olmayan bir şeyi söyləmək, Allah göstərməsin, iftiradır. İftiranın da bir cəzası vardır. Və yaxud da başqa bir, deyir, mən həmin adamın üzünə də deyirəm bu sözü. Qardaşım, əgər üzünə deyə bilirsənsə, mənim yanımda danışma. Sən məni öz günahınla ortaq edirsən. Və yaxud da insanda olan bir qüsuru söyləmək, insanda olan bir xətanı söyləmək, bu da qeybətdir. Və yaxud da evində, maşınında, paltarında hər hansı bir qüsuru görüb danışmaq da qeybətdir. Yəni, bir insanın xoşlanmadığı bir şeylə onu yad etmək qeybətdir. Qısa olaraq bu cür yadımıza saxlayaq. Bir insanın xoşuna gəlməyəcək bir şeylərlə onun qeybində, yəni o olmadığı bir yerdə onun haqqında danışılırsa, bu nə sayılır? Qeybət sayılır.